Görüntü bir müddət əvvəl Binəqədi qəsəbəsindəki müəssisələrdən birində qeydə alınıb. Belə ki, müəssisənin işçisi döşəmənin sınması səbəbindən vəfat edib. Son illərdə tikinti, istehsalat və xidmət sahələrində işçilərin xəsarət alması halları artmaqdadır. Bu kimi hadisələr baş verdikdə isə bir sual yaranır. İş yerində baş verən qəzaya görə məsuliyyəti kim daşıyır? İşçi özü yoxsa işə götürən? İşə götürənin təqsirli hərəkətləri nəticəsində hər hansı bir təhlükəsizlik qaydalarını təmin etmirsə, işçinin əmək funksiyasını yerinə yetirmək üçün müvafiq əmək şəraiti yoxdursa və bu şəraitsizlik nəticəsində, bu qaydalar pozuntusu nəticəsində işçiyə zərər dəyərsə sağlamlığına və ya həyat və təhlükəsizliyindən bağlı, bu halda işə götürən məsuliyyət daşıyır. Həmçinin işə götürənin məsuliyyəti sübuta yetirilməlidir. Çünki işçi öz səhlənkarlığı nəticəsində xəsarət alarsa, buna görə işə götürən məsuliyyət daşımır. İşçi istehsalat qəzası nəticəsində və peşə xəstəliyi nəticəsində vəfat edir. Lakin bu işçinin hüquqlarının itirilməsi demək deyil. İşçi vəfat etdikdən sonra onun ailə üzvlərində olan yetkinin yaşına çatmayan şəxslərin də bu görülmüş zərər nəticəsində müavinət almaq hüququnu qanun tanıyır. Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirildi ki, bu məsələ Azərbaycan Respublikasının konstitusiyasına əsasən tənzimlənir. İş yerlərində texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə profilaktika tədbirləri və standartlar tətbiq olunmalıdır ki, işçilər sağlam və təhlükəsiz şəraitdə işləsinlər. İşə götürən işçilərin əmək funksiyalarını yerinə yetirərkən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etməlidir. Əməyin mühafizəsi norma və qaydaları təkcə işçilərə yox, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə, hərbi qulluqçulara, hətta fövqəladə vəziyyətlərdə işə cəlb edilən şəxslərə də şamil olunur. İşə götürən işçinin sağlamlığı və təhlükəsizliyinə cavabdehdir və ciddi hallarla qarşılaşdıqda onun sağlamlıq xərcləri birbaşa işə götürənin üzərinə düşür. İstehsalatda bədbəxt hadisə baş verərsə, işə götürən hadisənin ağırlığından asılı olmayaraq həmin gün dövlət nəzarəti orqanına məlumat verməlidir. Bu orqan da hadisənin istehsalatla bağlılığını araşdırmaq üçün komissiya yaradır. Bundan başqa işə götürən hər bir işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirmək riskindən icbari sığorta etməlidir. Əgər işçi sığortalanmayıbsa və bədbəxt hadisə baş veribsə, işə götürən işçiyə dəyən zərəri, müalicə xərclərini və müavinətləri, həmçinin mülki məcəllə ilə müəyyən olunan digər əlavə xərclərin əvəzini tam ödəməlidir. İş yerində təhlükəsizliyin təmin olunması təkcə hüquqi deyil, həm də mənəvi məsuliyyətdir. İşə götürənlərin təhlükəsizlik qaydalarına əməl etməsi, işçiləri qoruyucu vasitələrlə təmin etməsi və riskləri öncədən dəyərləndirməsi qanunla tələb olunur. Eyni zamanda işçilərin də qaydalara riayət etməsi və maarifləndirilməsi bu zəncirin vacib halqasıdır. Unutmayaq, təhlükəsizlik tədbiri qəza baş verdikdən sonra deyil, ondan əvvəl görülməlidir.